Salam aleyküm əziz, hörmətli dostlar, xoş gördük, necəsiz? Umarım ki, yaxçısınız. Mən də yavaş-yavaş yaxçılaşıram. Biraz bəzən oturamıram, bəzən fizioterapiyə gedirəm, gəlirəm, uzanılı qalıram, 1-2 gün əziyyəti çox olur. Biraz yol yeriyəndə hər halda ağır olur. Onun üçün də kitabı gündəlik sizin üçün oxuya bilmirəm. Çox üzr istəyirəm bunun üçün. Dostlar ki, kitab oxumağı sevirlər. Amma görün, bəlkə getdikcə inşallah yaxçılaşıram. Getdikcə çox günlər oxuyacağam. Xeyirli olsun. Dostlar, Savaş Sanatı kitabını oxuruq. Bunu yazan 2500 il öncə bunu yazıbdır. Stratejik bir kitabdır. Düşməni tanımaq üçün, düşmənin stratejilərin, hilələrini öyrəşmək üçün və düşmənin psixoloji ya ruhi savaşını bilmək üçün bizim dərdimizə dəyər, bizim milli hərəkətdə böyük boşluqdur bu bizim. Xüsusən bizim insanlarımızın hamımız üst-üstə əslən savaş sənəti ya savaşdan hissat bilmir. Xüsusən savaşın sadəcə tüfəng ilə, şəmşir ilə savaşmaq deyil. Savaş çox vaxtlar zəfəri qazanmaq başqa anlamı var ki, bizlər onlarla tanış deyilik. Çünki 100 ildir biz dövlətçiliyimizi əldən vermişik. Onun üçün də savaş bizim üçün sadəcə yeni Türkçə-Bacadakı savaşlara, o haldakı dövlətlər arasında olan savaşlar, qalib millətlərlə məğlub millətlərin savaşları fərqlidir. 13-cü səfənin ortalarına gəlib çatmışıq. Deyim, təqribən 3 paragraf qalır ki, qutarsın. Oradan başlayaq və davam verək. Gərək Santusu, gərəksə xan əfəndiləri bir araya gələrək çatışmanın ortaya çıxmayacağı, zəfərin isə normal insanların gözü ilə görülməyəcəyi düşüncəsindəki bir fəlsəfi baxış üzərində birləşmişlər. İki dedik ki, bu fəlsəfə ya bu düşüncə vardı. Tao düşüncəsi. Onda 2 məktəb buradan açıqlandı. Bir məktəb ya okul Santutsununkudur, biri də xan əfəndilərindir. Bunlar deyir, ikisi də bir araya gələndə bunun üstündə yetişirlər ki, burada bir təvafuq, bir sözdə təvafuq edirlər, birləşirlər ki, nədir? Çatışma savaşdır. Çatma nə deməkdir? Bəzi adamların qaşları çatma olar. Yəni bir-birinə çatar. Buna bir şey buna deyirlər. Ağaçları ya tüfəngləri üçün neçəsini bir-birinin dibinə qoyarlar, başlarını bir-birinə qoyarlar. Buna da çatışma deyirlər. Hər şey ki, 2 haça ola ona çatma deyirlər. Və eyni halda çatışma bundan alınır. Yəni, 2 tərəf də bir-birini istəyirlər çatalar. İndi nəyə çatalar, nəyə çatmayarlar, o savaşda normalda işlənir. Çatışma da savaşda 2 adam bir-birinə yetişməkdir. Hətta deyə bilirəm ki, bir-birlərinə əlləri yetişməyə, yəni əl savaşına qədər bir-birinə yaxınlaşmağa çatışma deyirik. Bu qədər şeydir. Hər halda deyir ki, bunlar çatışmanın və zəfərin məmuli, normal insanların gözləri ilə dərk eləmək olmaz. Bunu dedi. Santutsunun savaş sanatı gibi xan əfəndilərinin stratejiləri də çatışmayı ən son çarə olaraq tanırlar. Deyir ki, Santutsunun bu kitabı ki, adı savaş sanatıdır. Buna gibi kimi. Kimi biz deyirik, ədəbi dildə, türkçədə, İstanbul türkçəsində çibi yazılır. Kimi, biz məsələn deyirik, filanına tay ya kimi, bu da cibi deyilir. Cibi, xan əfəndiləri də stratejidə. Strateji ilə taktişin dostlar, nə fərqi var? Onu da indi deyim xidmətinizə, əvvəl bunu oxuyayım, sonra deyir ki, çatışmayı ən son çarə bilirlər. Hər ikisi.
həm San Tutsunun kitabı, həm də Han əfəndilərinin stratejistləri savaşı ən son çarə bilirlər. Diqqət buyurun, bu önəmli bir sözdür. Strateji nədir? Fikir eləyin ki, siz istəyirsiniz bir yaşam qurasınız. Məsələn, cavansınız. İstəyirsiniz bir yaşam qurasınız. Bu yaşamı qurmaq üçün deyirsiniz ki, mən əvvəl məsələn 2-3 dənə yol var. Əvvəl yollarınızı görürsünüz. Nədir? Bir vardır ki, mən gedəcəyəm mədrəsə sisteminə, dərs oxuyacağam, ibtidai, rahnimai, dəbiristan, danışqah, olacağam bir dənə lisans, ondan sonra fوق lisans oxuyacağam, ondan sonra fوق doktora oxuyacağam, ondan sonra fوق doktora oxuyacağam, bir təxəssüs alacağam, gedəm ustad danışqah olan dərs deyəm, oradan pul qazanam, ev alam, kirayəmi verəm, evlənəm, ev uşaqlarım ola, uşaqlarımı saxlayam, gedəm bazı şəst olam ölə. Yaxşı, bir yol budur. Sizin stratejiniz nədir? Eviz, ailəzi, gələcəkdə ailəzi və özünüzü idarə etmək üçün budur ki, bunları bir-bir keçəsiz, gedəsiz o amaca. Amaç nədir? Gəlir. Amaç dərs oxumaq deyil. Amaç budur ki, siz bir gəlirə əl tapasınız. Bu gəlirə bir belə yol uzunca gedəcəksiniz. İbtidai oxuyacaqsınız, rahnimai oxuyacaqsınız, dəbiristan oxuyacaqsınız, danışqah oxuyacaqsınız, fوق lisans oxuyacaqsınız, doktora oxuyacaqsınız, doktoradan sonra gedəcəksiniz, bir yerə işləyəsiniz, pul qazanasınız, şey eləyə biləsiniz, ailənizi saxlayasınız. Bu bir stratejidir. Bir strateji nədir? Budur ki, o hədəfə, yəni strateji nədir? O pul qazanmaq. Pul qazanmaq. Bir iddədə deyir ki, yox, mən o yolu getmirəm, taşdişi odur. Pul qazanmaq üçün taşdişləri nədir? Bir belə ömür sərf eləyəcəm, gedəm oradan bir pul qazanam. Bir iddədə deyir ki, yox, mən elə əlim ayağım gələndə başlayacağam işləməyə. Gedəcəm bir işdə başlayam, bir ustanın yanında işləyəm, 5 il, 10 ildən sonra usta olacağam, gedəm. Biri də deyir, yox, mən pul qazanmaq üçün dükan açacağam. Biri də deyir, yox, mən oğurluq eləyəcəm. Biri də deyir, yox, mən ixtilas eləyəcəm. Strateji qazancıdır, ələ pul gətirməkdir, taşdiç o yollar ki, siz ondan o zəfərə tərəf gedirsiniz. O şeyə tərəf gedirsiniz. O yollar dəyişər. Yəni, siz birdən dərs oxursunuz, 25 il. Dərs oxuyacaqsan, olasan bir ustad danışqah məsələn. Ya bir yerin, bir işdə bir karı olasan, təxəssüsün olacaq. Deyirsən ki, biraz oxudun, deyirsən ki, mən doktora oxumayacağam. Elə lisansına, ya fوق lisansına gedəcəm işləyəm. Yəni, hədəf dəyişmir. Hədəf stratejini sizə görsədəndir. Mən istəyirəm gəlir ələ gətirəm. O gəlir ələ gətirmək strateji qızıl əlmadır bizim türkcədə. Stratejinin yerinə qızıl əlma sözü işlənir çox. Taşdiş nədir? O şeydir ki, dəyişə bilər. Yolda, o hədəfə gedəndə, o gəlirə gedəndə dəyişə bilər. İndi fikir eləyin ki, bir dənə bizim əsli gəlir dedim, insanın əsli amacı yaşamında gəlirdir. Gəlir. İndi bir də insanların amacı isə ölümdən sonra, ölüm necə ki deyirik, önəm daşımır. Bu gün bu, bu gün o, bu gün o birisi. Amma ölümdən sonra behiştə getməkdir. İndi bunun üçün, o behiştə getmək üçün nə etməlidir bu adam? Gündə dəyişə bilər, gündə dəyişə bilər. Yəni, təəssüflə onlar ki, behiştin dalısıcan gedirlər, bilmirlər ki, behişti bu dünyadan aparırıq. Cəhənnəmi də bu dünyadan aparırıq. Bunu bilməkləri zor olmasa gerək. Amma hər halda bunu şairlərimiz də deyiblər də, kişi allatma məni, o dünyada od olmaz, onlar ki, odda yanarlar, odu buradan apararlar. Necə ki, behişti də buradan apararlar. Siz burada behiştlik bir iş görsəz, behiştə gedəcəksiniz, cəhənnəmdə. Sizin evladınız, dədəz, nənəz, nə qədər xəş verə sizə, yuvub aparmaz günahlarınızı. Günah yuyulmaz əslən. Allah da rüşvət və şey al bilməz. Rüşvət ya nə deyirlər buna? Parti. Parti bilməz. Allahın parti, pulu olan işi yoxdur. Yəni sən
imamların hamısını yığasan ora, peyğəmbərlərin hamısını yığasan ola, onlar Allaha yalvararlar, sənin günahından keçsin, Allah keçməz. Çünki Allahın belə bir haqqı yoxdur ki. Allahın belə bir haqqı yoxdur, özünə də bu haqqı verməyibdi ki, mən günahlardan keçərəm. İnsanların günahından keçərəm. Allah öz haqqından keçə bilər. Məsələn, mən Allahı tanımıram. Allaha usyan edirəm. Çünki Allahın dini, məsələn, hər din özün haqq bilir. Dünyada tamam dinlər özlərinin haqq bilirlər. Mən də hangi dindəyəm, o dini haqq bilirəm qaydətən. Bir dənə Hindidə 1000 din var. 1000 dini də 1000 dinin hər kəs hangi dinə inansa onu haqq bilir. İslam'a mütəqid olanlar İslamı haqq bilir. Şiəliğə mütəqid olanlar şiəliği haqq bilir. Sünniliğə mütəqid olansı İslam içində sünniliği haqqı bilir. O birisi ki ermənidir, erməniliği haqqı bilir. O birisi ki nə bilim Yahudidir, Yahudilik haqqı bilir. Budaylı. Bunların hamısı, indi bunların hangisi Allah'ındır doğrudan, hangisi Allah'ın deyil? Bunlar bəlli deyil. Siz indi doğrudan Allah var ya yox, onu da bilmirik. Çünki hər kəs inandığı dinin gözündən baxır Allaha. Amma deyək ki Allah var. Allah öz haqqından keçə bilər. Hə, sən məni tanımadın, tamam, neymiyək? Amma deyə bilməz ki, məsələn, sən bir millətin haqqını yemisən, bir insanın haqqını yemisən, zülm eləmisən, vurmusan, döymüsən, qızıvı, oğluvu, ərivi, arvadıvı, nənəvi, dədəvi, ac saxlamısan, işləməmsən, onların yemağın, işləyəcəyin onların yemağına vermirsən siqara, vermirsən tiryəkə, vermirsən heroinə, vermirsən ayrı bir şeyə. Yox, bunlar Allah keçməz. Allah bunları keçməz. Sən deyəməsən ki, mən göylüm istədi, qazancım idi, özüm qazanmışdım, bu günləri verdim, ərağa içdim. Bunu deyəməzsən. Çünki sənin vəzifən o uşağı ki, dünyaya gətirtmişsən məcburən. Çünki o uşaq gəlməyəcəkdir sən dünyaya. Sən əgər haqqını bilsəydin, desin, mən işləyəmirəm, çıxadamıram, evlənməyəcəm, uşağım olmayacaq, ya biri ilə rabitəm olmayacaq ki, onu uşaq doğmağa məcbur eləyəm. Ya hətta doğan ana, əgər bilmir ki, mən uşağımı sabahları, mən istər-istəməz hər kəslə yazsam, bir gün uşağım olacaq, mən uşağı nə cür saxlayacağam, bunun haqqı yoxdur uşaq olsun. Mən o uşağın səadətini nə cür qoruyacağam? Bir sinnəcə heç olmasa. Yəni, məsələn, deyək ki, uşaq işləyən sinnə qədər, olsun 18, 20, 22, bu yaşa qədər mən o uşağı qoruyacağam. O uşağın hər şeyini təmin edəcəm. Bunu bilməsən, indi üstür uşağımız, bir strateji budur. Bizim indi bir uşağımız var. Məsələn, mənim 4 uşağım var. Mən bunları istəyirəm gələcəkdə gəlirləri yaxşı olsun ki, yaxşı yaşaya bilsinlər. Stratejim nədir onların o yaxşı yaşamaqları üçün? Mənim özümün hər şeydən önəmli budur ki, uşaqların əvvəlcə yemağı təmin ola. Mütənəvvi özdə. Yəni, pəni çörəklə olmaz. Yavan çörəklə olmaz. Mütənəvvi yemaqlarla ki, bunların bədəninə hər nə lazımdır, onu bədəndə verəsin. Sonra bunları mənim özümün oxutmadı. Oxudacaqsan, yetirəcəksən, bir yerəcən, elə ki yetişdirir, ondan sonra özləri qərar verərlər. İndi, hər halda strateji ilə taktik üçün fərqlərin, fəqət istədim orada fərqlərin deyəm. Son Tutu'nun savaş sənatı gibi Han əfəndiləri, stratejiləri də çatışmayı ən son çarə olaraq, amma yenə bilirlər, yəni çarə bilirlər. Amma yenə də ən katı kurallar altında doğru bir liderliklə yapılması gereken bir operasyon olarak algılanır. Ya algılarlar. Deyir ki, amma yenə də, indi buradan oxuyacaq, buradan qalmışdıq. Amma yenə də bizim dilimizdə də c-ya çevrilər, əgərə, əyər deyərik. Elə eyni ona ta, yenə də, yəni yenə də ən qat'i. Dedim ki, İstanbul Türkçəsində q hərfinə, qaf hərfinə işlətmirlər, çox az işlədirlər. İstəsələr də normalda onun yerinə k işlədirlər. Danışanda eşidərsiniz, amma yazanda çox görməzsiniz, yəni yoxlarıdır. Məsələn, qatil deməzlər, katil deyərlər. İndi deyir ki, yenə də ən qati, yəni qət'i kurallar, qanunlar, qaidələr, usullar altında, qurulların içində, yəni doğru bir
liderliklə doğru, lider latincə sözdür, rəhbər farscadır. Bizdə də öncüllüklə burada desək, yapılması gerəkən bir operasyon. Operasyon latincə sözdür, əməliyyat, iş, bir işləm aparması olaraq algılanır. Algılanır, yəni belə alınır, belə düşünülür ki, bunlar bir liderliyə önəm verirlər. Yəni savaşı ən son çarə biləndən sonra, amma liderliyə də bu işlərdə həm savaşda, həm savaşdan öncəki şeylərdə önəm verirlər. İndi gedək görək dostlar, son tutusu nə deyir? Son tutusu deyir ki, bir komutan kəndi başına görməli, bilməlidir. Bunun bir komutan kendi başına görməli, bilməlidir. Bunun anlamı komutanın başqalarının görmədiyini görməsi, başqaların bilmədiyini bilməsidir. Deyir ki, bir komutan tək başına, yəni əmir almadan, bir nəfər ona, məmulən ərteş belədir. Ərteşdə, ordularda komutan deyirlər, məsələn, seriya, bu dizilərdə də görsəz, türk dizilərində də görsəz, komutan deyir. Komutanım falan. Bunlar normalda əmir alarlar, yəni aşağı mərhələ. Onlar ki, burada komutanlardan danışır, onlardılar ki, məsələn, sipəhbuddular. Kulli ordunun başındadılar. Onlar komutandırlar. Əsli komutanlar onlardılar. Çünki onlar əmir verərlər, aşağıdakı silsilələr bir-birlərinə əmir verər, amma o əmir almaz. İndi ondan danışır. Deyir ki, bir komutan kəndi başına, yəni özülüyündə bir nəfərdən əmir almadan görməli bir şeyləri görməlidir və bilməliləri də bilməlidir. Yəni, məsələn, siz deyirsiniz ki, biz filan şeyi gördük xiyabanda, önəm daşımaz sizin üçün. Amma komutan onu 100 dana ittilatı yığar, oradan bir şeyi təqib edir. O yığanlar bilmirlər nədir. Amma bu komutan bilir ki, orada amacı nədir. Elə bilin ki, siz bir uca yerdə durmuşsunuz, ya elə belə durmuşsunuz, 100 dana orada 1000 dana qarışqa var. Siz o 1000 dana qarışqanın 1000'ini də eləyə bilirsiniz, kontrol eləyəsiniz ki, hara gedirlər, hara gəlirlər, nə inirlər. Amma hər qarışqaların içində bilmir ki, məsələn, nə inir, nə daşıyır. O daşıdıqları nə inirlər. Böyük üstə olan görür, amma orada onların içində olan, onların içində itir. Çünki hərçədən bir düz parçadan yapışır və onunla gedir. Pəs komutan ki, üstə durubdur, hər yerdən ittilata yığır, məlumatı ələ gətirir, bilgini toplur. Toplayandan sonra nə olur? Kəndi başına, öz-özünə əmir almadan görməliləri görür, bilməliləri bilir. Hə, indi məsələn mən də onun əl altında işləyirəm. Bir neçə nəfər də mənim əlim altında işləyir. O şeylər ki, mən bilməliyəm, onları mənə bildirəcəkdir. Onları ki, mən görməliyəm, onları mənə gördürəcəkdir. O şey ki, mən görməməliyəm, onları mənə göstərməyəcəkdir. O şey ki, mən bilməməliyəm, onları da mənə bildirməyəcəkdir. Bəs bu da komutanlığın, dostlar, milli hərəkətdə biz bu cürsü getməliyik. Hər şeyi hamıya bildirməməliyik, hər şeyi hamıya anlatmamalıyıq, amma hər şeyi hamıdan toplamalıyıq. Yəni, məsələn, biz istəyirik ki, indi görək ki, məhəlləmizdə kimlər doğru Azərbaycancıdırlar, kimlər düşmənin amilidir bizim içimizdə. Dostlarımıza görə deyirik ki, filan kəsə görə, məsələn, filan kəsi tanırsan, hə, kimdir, nədir, bacısı nədir, nənəsi nədir, dədəsi nədir, bunları ittilat da topluruq. Harada yaşırlar, evləri hardadır, qapıların rəngi nə rəngdir, neçinci təbəqədə oturur, işi nədir, gücü nədir, ha vaxt gedər, ha vaxt gələr, məsələn, çoxlu nə alarlar, nə yeyərlər, hardan alarlar, hardan geymələri, hardan. Bunlar ittilatdır ki, biz topluruq. Bir gün bizim bunlar dərdimizə dedir. İdarələr hardadır? Elə onlar orada, hançıda, o idarə hardadır? Görürsünüz ki, o adresləri toplursunuz. Onların iddialı qapısı var, kiçik qapısı var, gizli qapısı var, əsli qapısı var, maşın girən var, maşın girməyən var. Bunların hamısını siz oradan toplursunuz. Bunlar
o adam ki sizə deyir, o bilmir ki, bunların ərzişi var yox. Amma onlar gəlib bizə toplananda biz onları düşməndən olan ittilatımızdır. Onlarla eləyə biləcək ki, düşməni bir gün şikəstə aparaq, yenilək, onu yenilək, yəni yıxaq. Pəs dedi ki, komutanın başqalarının görmədiyini görməsi, başqalar o şeylər ki, görmürlər. Yəni, biz diqqət eləmirik şeyə. Biz çox şey gedirik xiyabanda, görürük, önəmsəmirik, önəm vermirik və görmürük əslən. Diqqət çünki eləmirik. Amma deyir ki, komutan o adam ki, başqalarının görmədiyini görər və bilmədiyini bilər. Komutan budur. İndi deyir ki, başqalarının görmədiyini görmək parlaq zəka istər. Yəni, indi insanlar bir şeylərə adət edirlər. Məsələn, biz öz millətimizin içində yaşadığımız üçün tarix boyu öz millətimizin xüsusiyyatına görə başlıq yazmamışıq. Çünki özümüzü gündə yaşırıq da, bunu yazmağa ehtiyac yoxdur. Amma yox. O birisi düşmənlər ki, gəliblər bizim içimizdə yaşayıblər, ya səfər eləyiblər, dolanıblar, bulanı gediblər. Onlar bizə görə yazıblar ki, əlbəttə bunların çox təbliğatdır. Çünki onlarla bizim insanlıq səviyyəmizi, vəhşiyyət səviyyəsini yendirib, öz ordularına bunu verirsiniz. İnsan görürsünüz ki, biz ətay insanlar. Siz bir geri qalmış, bir mal, heyvan səthinə yenmiş bir mövcudlar öldürürsünüz ki, onların zahiri qiyafəsi bizə bənzir. Buna deyərlər ki, dehumanization. İnsanların insanlıq şeyini, onun üçün də insanlara tohin elirlər ha. Məsələn, bir Türkiyə falan. Bu əslində bizi yendirir. O səthə ki, qətliama bizə gedəndə biz etiraz eləməyək. Onun üçün keçən 100 ildə 3 dəfə, biz 4 dəfə qətliam olmuşuq. Bütün farsların əli ilə olmuşuq. Biz bunları heç vaxt sual altına aparmamışıq. Keçən neçə iləcə qədər. Ki, niyə bizi qətliam eləyiblər? Çünki onlar da heç vaxt bunu danışmayıblar. Qətliam bilməyiblər. Çünki onların nəzərində onlar adam öldürməyiblər. Onlar Türkiyə falan öldürüblər. Onlar Ciləkidən kəllə mahixor öldürüblər. Onlar ərəblərdən öldürmürlər. Onlar qurbağa yeyən öldürüblər. Onlar susmar yeyən öldürüblər. Bu cür bir şeylə baxın, yəni insanların səviyyəsini gətirirlər, əşaya, sonra onları öldürürlər. O halda ki, farsların özləri çəşitcə yeyərlər. Mələt, çərikkə. Çərikkə ya çəkikə. Bunların hamısı biz deyirik. Çərikkə yeyərlər və bu, yəni əgər ola yemaqla bir insanın səviyyəsini gətirək şey oldu. Dedim, o xarici kitablar ki, gəliblər, bizim xüsusiyyatımızı yazıblar, diqqət eləyiblər, o şeylər ki, biz görməliydik, görməzdik, onları görüblər. Başqalarının görmədiyini görmək parlaq zəka istər. Zəka ağıl, huş, zəkavət əslində ağıl. Parlaq ağıl istər. Parlaq, yəni bir şey ki, parlamaya, yəni onun üstündə bir şey vardır. Məsələn, fikrin bir dənə ayna var, o aynanın üstündə toz var. Siz orada özünüzü görənməzsiniz. Amma onu parladın, hər şeyi görəcəksiniz. Parlaq zəka budur. Başqalarının bilmədiyini bilmək üçün zəka ilk qazanan parlaq şeydir. Üzr istəyirəm, mən fikir edirəm ki, başqalarının bilmədiyini bilmək üçün zəkadır ilk zəkanın parlaq, üstün zəkadır. Deyir ki, başqalarının görmədiyini görmək üçün, bilmədiyini bilmək üçün iş şey ki lazımdır, zəka huşdur, ağıldır və zəkadır ki, zəkanın parlaq olması üstün zəkalıdır. Yəni, bunun parlası, deyir, ağıl ağıldan üstündür, istəyir beləsi desin. O adamın ki, ağlı, bir adamın ağlı məndən çox olsa, onun zəkası məndən çox parlaqdır. Üstündür, üstün parlaq olduğu üçündür. Bu da onu deyir. İndi ondan sonra deyir ki, çünki sadəcə onlar saldırılması olanaqsız yerlərdə savunma yaparlar. Deyir, çünki o zəkalı çox olan insanlar o yerdə ki, çünki
sadə dildə desaq, deyir, dostlar, çox üzr istəyirəm. Buyurun. Tamam, neyin yox? Gəl evimizə də. Yox, kitab oxuyurdum. Okey, bay bay. Fikir edirəm, bu bağlandı. Gələk də barədən oxuyaq. Çox üzr istəyirəm dostlar, orada görünürmüş. Hər halda mən deyirəm bəlkə buradandır, buradan bağlanıbdır, onun üçün çox üzr istəyirəm. Kitabı da bağladım, gərək tazaşdığım kitabı tapam, mən açam. Deyir ki, çünki sadə dildə desaq, zəkalı olanlar saldırması olanaqsız olan yerdə, yəni o yerdə ki, həmlə, saldırmaq həmlə, hücum, deyir, düşmənin üstünə yımaq. Deyir, o zaman ki, düşmənin üstünə yımaq mümkünsüzdür. Dedi, burada nə mənə? Olanaqsız olmaq və olmamaq. Olanaqsız, yəni imkanapəzir, imkansızdır, imkanı çox azdır zəfərə gedəsiz. Orada neynər? Deyir ki, o cür yerlərdə savunma yapa bilir. Deyir, orada difaya girər. Yəni, indi görür ki, burada mən çox ölü verərəm, çox əsir verərəm, çox yaralı verərəm. Burada həmlə eləməyim. Mən burada həmlə eləsəm, neynər? Bəlkə də dalı oturur hətta. Savunma yəni difa xəttinə girər də, yəni onlar saldırarlar, bu difa elər. Dərinləməsi imkansız yerlərə saldıra bilərlər. Deyir, amma o yerdəki dərinə keçə bilər. Dərinləməsi, yəni dərinə girməsi. Dərin də yəni onq hesab olur da ərəbcə dildə. Onqa girmək üçün düşmənin içinə girəndə də imkansız olsa, imkansız yerlərdə saldıra bilirlər. Deyir ki, bunlar eləyə bilərlər ki, bəzi yerlərdə də bu cürdürlər. Yəni, o zəka üzündə, məsələn, baxın, Atatürk'ün bunu tarixdə misal vurulur da, Atatürk Ruslar, İngilislər, Urpalılar, deyək da beləsi, Urpalılar kollən. Gəliblər, istirlər İstanbulu, hətta keçiblər də, istirlər indi İstanbulu alalar. Bu adam, bir dənə boğaz var orada. Boğaz farsca təngə deyilir. Boğazda durubdu Atatürk ordusu ilə neçə min nəfər. Və o gəmilərdən bunların üstünə ağır silahlarla top yağdırırlar, bomb yağdırırlar filan bəhman. Atatürk'ün də adamları orada durublar savaşa ki, qoymayələr, bunlar girələr, çox gəmi girə İstanbula tərəf və İstanbulu işğal eləyələr kamil halda. Burada nə edir? Ən son nəfərəcən savaşırlar orada. Bu, bilir ki, öləcəklər. Və əgər iştibah eləməsəm, ordunun %90'ı ölür. Bəlkə %90'dan çoxu da ölür. Amma o gəmilərdən bir dənəsini qoymurlar oradan geçsin. Bu, o zəka, üstün zəka budur ki, görəsən ha zaman. Son paragrafa oxuyaq. Deyir ki, Taoizmin çox sıxı əskəri kuralları, ruhsal, pratik paralellik göstərir. Deyir ki, Tao düşüncəsinin, fəlsəfəsinin çox sıxı biz deyirik. Yəni, çox möhkəm, çox qatı əskəri, yəni ordu kuralları var, yəni qanun qaydələri vardı. İnzibatlı, yəni çox inzibata mütəqiddirlər. Çox nəzmə, tərtibə mütəqiddirlər. Eyni halda ruhsal, yəni psikolojik
ruhsal, pratik, əməli, həm ruhsal, yəni rəvani, həm də əməli nələri var? Paralellik, bir-birinin yanında göstərir. Deyir ki, bunların çox qatı qanunları var. Həm cəng-rəvani, həm cəng-silah savaşı, bunlar bir-birinin yanında bunları neynərlər? Bunları göstərir. Yəni bunların usulları bunları göstərir. Ta o öyrəti və eğitimdə barış və savaş kavramları geniş bir çərçivə içində kullanılır. Deyir ki, ta onun düşüncəsində həm öyrəti yəni öyrətmək, həm eğitimdə, tərbiyyətdə, həm öyrətməkdə və həm öyrədilməkdə, məsələn, öyrədilməkdə. Deyək ki, mən müəlliməm, bir də şagirdlər var. Bu eğitim və öyrətim. Bu o şeydir. İndi mən öyrətirəm o şagirdlərə, onlar da eğitim alırlar, təlim görürlər. Yaxşı, barış və savaşın hər ikisinə də, həm barışa, həm savaşa, barış sülhüdür da dediyimiz ərəbcə sözdür. Barış və farslılar fikirəm sülhə bir mənaları yoxdur və savaş kavramları, məfhum, düşüncə, fikir, duyğu, hər şey ki bu şeydədir, zehnidə bunların haqqında düşünürük. Geniş bir çərçivə içində kullanılır. Deyir ki, geniş çərçivəsi var bunun. Geniş bir dörd divarı var bunların hərəsinin. Həm barışın, həm tauf fikrində, düşüncəsində. Savaşın. Qing adlı əsərdə də bəlirlitdiyi üzərə taoist uygulamanın ana prensiplərindən birisi həm fiziksel, həm də psikolojik anlamlar içərin boşluq və doluluq yönətimidir. Deyir ki, diqqət buyurun dostlar, çox yavaş-yavaş gedirik kitabın indi. Əlbəttə, yenə hələ müqəddəmədir, amma kitabın o içinə işarə edilir. Qing, əgər yadınızda olsa, bir kitabdır da, yazıblar bunlar. Hətta o Han əfəndilərinin tərəflərində olan adamlardan ki, yox, o deyildi ki, əsirləri azad elədilər, bərdələri, qulları olardı. Deyir ki, o adlı əsərdə, o kitabda bəlirtlidiyi, yəni müşəxəs elədiyi. Bəlirtmək, yəni müşəxəs eləmək. Müşəxəs ərəbcə sözdür. Bu da bəlirtildiyi, yəni müşəxəs olunduğu üzərə, yəni üstündə taoist uygulamanın, taoistin düşüncələrinin uygulaması, işə alması, işlətməsi, işə tutması ana prensiplərindən biri nədir? Ana qanun, əsas, usul, prensip latincə sözdür. Prensiplərindən birisi nədir? Həm fiziksel, həm can, cism, silah, tüfək, qılış, qalxan, səngər, top, bunlar təyyara, bomb, tank, bunlar fizikdilər. Həm də psikolojiksə, yəni ruhsal. Ruhsal, yəni rəvani. Ruhsal anlamlarda, yəni hər ikinci düşüncədə içərinə, bunların içində bir şey var. Bu iki şeyin boşluluq və doluluq yönətimidir. İnsanların içində nə boş olsun, nə bilməsinlər yəni. Nə dolu olsun, nə mənə dolsun. Bunun yönetilməlidir, müdiriyyət eləməlidir. Diqqət buyurun, bu həman şeydir ki, buna farsça şöstəşuyə məğzi, ingiliscədə brainwashing, türkcədə beyyixama deyilir. Biz istirik bir adamın beynində nələr boş olsun, nələr dolduraq. Bunu ona təlim veririk. Pəs o şey ki, istirik bir nəfər bilsin və bir nəfər bilməsin, bu şöstəşuyə məğzi, beyni yıxamağın usuludur. Və bu həm fiziksel olar, həm ruhsal. İndi fiziksel nədir? Məsələn, biz deyirik ki,
farslar deyirlər, biz demirik. Farslar deyirlər ki, nə mənə məmlukay Türk, yəni bərdəqan Türk tərif edirlər. Bilirsiniz? Burada ya sizə deyirlər ki, sizin hakimiyyətiniz yoxdur. Sizin tarixiniz yoxdur. Sizin diliniz yoxdur. Bunlar əmələn bizim fiziksel bizi həsb edir. Siz Azəri deyilsiniz. Siz Azərisiniz, Türk deyilsiniz. Bizi fiziksel inkar edirlər. Yəni cismimizi, varlığımızı, vətənimizi, toprağımızı, tariximizi, hakimiyyətimizi. İndi o birisi tərəfdən də bizə tohin edir, təhqir edir, kətli dilidir, filandır, bəhmandır. Bunlar da ruhsaldır. Və bununla bizim beynimizi bir şeylərlə doldurur. O cümlədən təhqir olmaqla. Biz çox təhqirdən qaçaq. Təhqirdən qaçmaq üçün özümüzdən qaçırıq. Əvəzin ki, burada düşmənin qabağında duraq, həmlə eləyək düşmənə, təslim oluruq. Bu, mütəəssifanə işidir. Bu müdiriyyətdir. Deyir ki, bu, insanların bəzilərinin bəzi şeyləri bilməlidirlər, bəzi şeyləri bilməməlidirlər. Hər ikisi, həm o boşluq, həm doluluq. Hər ikisi nədir? Yönetimlidir. Yəni, onları siz müdiriyyət eləyə bilərsiniz. Son xəttə oxuyaq. Deyir ki, savaş sanatında tam bir bölümün ayrıldığı boşluq və doluluq yönetimidir. Deyir ki, savaş sənəti, savaş elmi desək, biz buna daha yaxşıdır. Biz çünki indi bunu oxuruq, bir şeylər biləklə, bilgisi. Deyir, bu savaş bilgisinin tam bir bölümü ayrılıbdır nə üçün? Ayrılığı, yəni bölündüğü bir bölümü boşluqdur. Bir bölümü isə doluluqdur. Və bu hər ikisi yönetimdir. Bunları boşluq və doluluğu yönetməkdir. Məsələn, İrançılığı sərbazların beyninə soxurlar. Burada türkçülüğü həsf edirlər. Və türkçülüğü, Azərbaycançılığı, türkçülüğü İrançılığın qabağında qoyurlar. Heç vaxt Azərbaycançılıqdan, türkçülükdən orduda danışmazlar. Biz də sərbaz getdiyimiz üçün bunları bilirik. Bu yönetimdir. Yəni onu müdiriyyət edir. Zehni yuyur sərbazın. Taoist döyüş sanatının fiziksel uygulamalarının kaynakçalarından olduğu gibi əskeri olusun. Bunlar mən fikrim içində qələt yazılar da vardır. Məsələn, bu oluş olsun. Ha belə orada da qələt görürəm bunları. Oluşun sivil olusun. Əskeri olsun, sivil olsun. Hökumətlərin örgütsel və sosyopolitik təməllərini də oluşturur. Qeydaq əvvəlki cümləmizdən. Deyir ki, Tao düşüncəsində, fəlsəfəsində dövüş yazıb burada. Dövüş, mən fikirəm döyüş olacaqdır. Döyüş sanatının, yəni savaş bilgisinin fiziksel uygulamaq dedik, işə almaq, yəni o fiziksel, yəni cismi, maddi desək hətta, indi maddi ərəbcədir, cism də ərəbcədir. Fikirləmiş bunun farsçası yoxdur, maddə və cismin farsçası yoxdur, hər ikisi ərəbcədir. Fikirləm farsda bunlara şey yoxdur. Zehnimə gəlmir, olsa da zehnimə gəlmir ki, farsda belə bir şey var ya yox. Deyir, hər halda fiziksel, yəni cismi, maddi şeyləri uygulamalarının, yəni işə tutmalarının qaynaqçaları olacaq mənbələr. Amma kiçik mənbələr. Dedik ki, cüz'iyyatı toplurlar olduğu kimi, deyir kiçik mənbələri olduğu kimi
əskəri olsun, sivil olsun, hökumətlərin deyir ki, indi ya əskəri olsun ordu şəklində, ya sivil. Sivil sizə mənə deyilir ki, orduda deyil. İnsanları iki yerə bölürlər orduda. Onlar iki ordunun üzvləridirlər, ordu paltarı geyirlər, ordu hesab olurlar və onlar iki orduda deyirlər, onlar sivil olurlar. İndi məsələn, polis, ərteş, sipah, bəsit, ittilaat, bunlar sivil deyirlər. Bunlar ordu hesab olurlar, əskər hesab olurlar. Millət sivildir. Sivil yəni şəhərvənd, adi şəhərvənd, vətəndaş. Sosyopolitik yəni siyasi, sosyo yəni toplum, politik yəni siyasət. Sosyopolitik yəni siyasi toplum. Təməlləri yəni əsasları da oluşturur. Deyir ki, bunlar belə bir əsasları da bunlarda oluştururlar, düzəldirlər. Boşluq və doluluq anlayışını kəsin başarının yolu olaraq açıqlayan Hoan əfəndiləri düşüncələrini şu şəkildə yansıtırlar. Deyir ki, boşluq və doluluğu, bu iki dənə kavram dedik, məfhum, məna, düşüncə. Bu iki boşluq və doluluq kavramının anlayış deyibdir. Yəni anlayış yenə dedik, düşüncə kəsin, qəti şəkildə başarının, müvəffəqiyyətin yoludur. Bu ikisi. Boşluq və doluluq. Diqqət buyurun. Bu İranda gedən siyasətin əslidir. Bu iki faslar bu qədər müvəffəq olublar. Budur ki, bu boşluq və doluluqdan faydalanıblar. Və bu deyir, müvəffəqiyyətin kəsin yoludur. Açıqlayan bir söz var amma bunun. Onun için deyibdir, Hoan əfəndilərinin düşüncələrini bu şəkildə deyiblər. Yəni, bunların bir düşüncəsi var, boşluğun əhəmiyyəti üçün və doluluğun əhəmiyyəti üçün. Biraz da uzundur, mən qısa bunu çalışacağım ki, sürətlə oxuyayım, çox da izah eləməyim ki, dostlarımız da əgər qulaq asırlar, rahat olsunlar. Bu bir boşluq və doluluq məsələsidir. Tamam, buracan bir şey yoxdur aşmağa. Astral ilə üstülər arasında ayrılıq varsa, komutanlar və subayları bir-birinə etki etmiyorsa, birliklər də tatminsizlik oluşmasa, buna boşluq derlər. Deyir ki, astlar ilə üstlər. Üst, yəni üst məqamlar, üst rütbələr, astlar aşağı gəlir nəzərə. Nəzərə, bilmirəm. Bəlkə də bu astlar, bilmirəm nədir, ad kimi burada yazılır. Çünki böyük hərfinə yazıldığı üçün bu ad olmalıdır. Astlar ilə üstlər. Mən bunu mütəzadlı bir şey görürəm, bir anlam. Üst, yəni o adamlar ki, üst məqamdadılar və astlar da bunun aşağı olması olacaqdır. Ya da ki, bunların başında bir şeydir. Arasında ayrılıq varsa, deyirəcə bunların arasında ayrılıq var. Yəni, biri aşağıda, biri yuxarıdır, rütbə cəhətdən. İnsanlıq cəhətindən yox, danışmırıq. Komutanlar və subaylar bir-birlərinə etki etmiyorsa, əgər subay bizim dilimizdə, Azərbaycanda, ləhcəsində, Azərbaycancada şeydir, o adamdır ki, evlənmir. Ona deyirlər subay. Əgər evlənirsə, əri ya arvadı ölürsə, ona deyirik dul. Əgər boşanıblarsa, deyirik bunlara boşanmış. Yaxçı. Amma subay Osmanlıda, Türkiyədə, türk dilində əslində, yəni savaşçı. İndi bir dərəcədir. Türkiyədə bir dərəcədir, subay. Məsələn, deyək ki, qurban, ustuvar,
mənim özümdə dərəcəm var idi sərbastlıqda, yadımda deyir Sutvan. Məsələn, bunlara subay deyək. Məsələn, mən bilmirəm nədir müadili, ona görə bunları misal verirəm. Bir subayla bir kumandan və subaylar, fərmandehlər, yuxarı dərəcələr, sərqord, sərhəng, timsar, sipəhbur, bunlar. Deyir ki, kumandanlarla komutanlarla subayların arasında bir-birlərinə etki etmiyorsa, bunların düşüncələri, rəftarlar bir-birinə əsər qoymursa, birliklər farsca yegan deyilir. Birliklər, məsələn, bir dənə ləşkər, bir tip, bir qurdan, bunlar birlik hesab olurlar. Bunların içində hər cürə savaşçı vardı, hər səthədə savaşçı vardı, hər səthədə fərmandeh vardı. Bunları deyir. Birliklərdə tatminsizlik. Valla mən bunu bilmirəm. Tatminsizlik, yəni tatmin məmulən, yəni qane eləmək. Qane eləmək. Tatminsizlik, yəni qane eləməklıq mərhələsi yoxdur. Yəni bu cür deyim. Fərmandeh dəsturu verir. Sərbaz istəyə-istəməyə, subaylar istəyə-istəməyə onu qəbul eləməlidir. Burada onu tətmin eləmək lazım deyil. Yəni sən onu dəlil gətirməyəcəksən ki, niyə mən sənə bu əmri verirəm? Buna tətmin deyir. Tətminsizlik oluşmuşsa, yəni ortada bir onlara dəlil gətirməməzlik sırası varsa, yəni beləsi deyim. Deyir ki, əgər dəstur verənlə dəstur alan bir-birinə müdaxilə eləmirlər. Əgər dəstur verən dəstur alana dəlil gətirmirsə, bu cür istirdesin, oluşmuşsa, belə bir şey düzəlmişsə ortada, buna boşluq deməkdir. Bu boşluqdur. Yəni adam əmir verir, aşağıdakı əmiri alır. Farsça deyirlər, ərteş çəra nədarət. Çəra soruşmur. Niyə? Niyəni soruşmursa deyir, burada nə olubdur? Boşluq düzəlibdir. Çünki vəsətdə bir şey var, boşluq var. Nə idi? Bir əmir verir, dəlilin vermir. O boşluqdur. Sən filan kəsi öldürəcəksən. Filan yeri partladacaqsan. Demir ki, niyə? Demir ki, niyə? Bunların misalları çox-çoxdur, amma mən istəmirəm ki, hər cürə misalı var. Məsələn, Rusiyyədə İstirdilər ki, bu Rusiyyənin kommunistlərin müxalifləri, bolşevikləri deyək, gətirərlər şeyin içinə, Rusiyyənin içinə bunları edam eləyərlər. 100 cürə hilə, taştiş. İstrateji nə idi? Onları tutub gətirmək. Taştiş nə idi? Taştiş buydu ki, bir iddə adamları eşiyə göndərdilər, amma bunları zindana əvvəl tutdular, saldılar. Sonra bunları edama məhkum elədilər. Sonra bunlar zindandan bir də adamlar, öz adamları, silahlı gəldilər, zindanı partlatdılar, bunları qaçırtdılar. Bunları qaçırtdılar, apardılar bir ayrı məmləkətə. Sonra həman adamlar ki, bunları qaçırtmışlar, ittilatın adamı idilər əslində, Rus ittilatının. Onlara pul verdilər, onlara silah verdilər, onlara adam tutdular, sonra terror əmri aldılar, getdilər, terror elədilərsə, ahirdə gəlirdilər, bu fərmandehi öldürürdülər, sonra ondan əks alırdılar, apardılar, onlara görsədirdilər. Bunların bir iddəsini tuturdular, apardılar, onlara görsədirdilər. Yəni, diri canlı tuturdular, apardılar, orada görsədirdilər. Bunların hamısı bunun üçündür ki, onları qane eləyələr, xaricədə olanları ki, biz bir ordu varızdır sizin içəridə. Siz bunların gücünü hər şey görə bilərsiniz. Sonra ki, itminlə tapırdılar, sonra onları oradan xaricədən, bu adamlar ki, indiyəcəmi belə çalışırdılar. Bunların hamısı, hətta buradan qaçırdıqları düşmən deyildi. Bunlar içəridə ordu özü düzətmişdi. Bəlkə birdən 100 nəfər öldürürlər, 100 yeri partladırdılar, əhsin salırdılar, adam öldürürdülər. Ta o xaricədəki əsli müxalifləri bunların vasitəsini qane eləsinlər ki, biz əsli müxalifik, siz bizlə işləməlisiniz, bizə etimad eləməlisiniz. Sonra gedirdilər, onları oradan xaricidən tuturdular, gətirdilər. Məsələn, gedirik, vətəndə siz mübarizəni görəsiniz, ya filan yerdə görəsiniz, adamları bihuş edirdilər, filan gətirdilər, soxurdular zindana və sonra bunları edam edirdilər. Bu, o əmir alanlar bunları bilməzlər.
Onlara deməzlər ki, bizim son hədəfimiz şu düşməni oradan gətirək içəriyə. Onlara dəstur verirlər, siz gedin bu işləri görün, gedəsən partladın, öz adamınızı partladın, öz adamlarını partladarlar. Dəstur olmazdır. Yəni bu o qədər şeydir. Sivil yönetim, bir dənə fəqət misal verdim ki, bu bəlli olsun. Sivil yönetim akıllı, əskeri yönetim iyi. Astılar ilə üstlər tək bir düşüncədə istek və enerjilerini birləşdirmişlərsə buna doluluk der ya denir. İndi dostlar, bu da doluluğu istirdesindir. Doluluq nədir? Boşluq odur ki, əmri siz hər şeyi bilmirsiniz. Sizə dəstur verirlər, dəstur iter. İndi doluluq nədir? Deyir ki, sivil yönetim. Sivil yəni, baxın, məsələn, indi bir dənə məmləkətdə ordu. Dedik, ordu üzvüdür. Timsardan, Sibəhbuddan, hər nə mənə deyirsiniz dərəcədə. Bunlar ordudular. Bir də bunların qarşısında siyasi bir müdürlər var. Məsələn, deyək ki, vizarətxanadır, rəis cumhurdur, vəzirlərdilər, difa komitəsidir, bunlar. Bunlar ki, başlarlar, bunların bir çoxu sivildir. Yəni, dərəcələri yoxdur, ordu üzvü deyirlər. Deyir ki, sivil yönetim akıllı, ağıllı, akıllı ğın yerinə işlənir ərəbcə. K genində bu da oturdu. Ağıllı bir sivil yönetim, sivil müdiriyyət sistemi və ağıllı əskeri yönetim iyi. Amma əskeri yönetimi də iyi, yaxşı olan bir sistem. Bunların ikisi. Bir dənə ağıllı sivil var, quruluş var. Bir dənə də iyi əskeri sistem var. Tamam. Astılar ilə üstlər tək bir düşüncədə. Əgər astılar, dedim şəxsi, məncə belə gəlir ki, astılar şəxsi əmir verənlərdir, üstlər də fərmandehlərdir. Ordu fərmandehləri. Bunların arasında tək bir düşüncə varsa, astılar ilə üstlər arasında tək bir düşüncə var. Bir düşüncə var. Düşmən kimdir? Nə cür yıxacaq bu mərhələdə, buradakı düşməni. Burada bir düşüncə var. İstək və enerjilərini birləşdirmişlərsə, əgər ordu və astılar dedik, mənim nəzərimə belə gəlir ki, astılar, mən orada aşağı üst dedim, amma orada mənim nəzərimə gəlir ki, sivil üstlərlə ordu üstlərin deyir. Beləsi deyir. Mən belə düşünürəm. Deyir ki, əgər bunlar istək və enerjini, həm o istəkləri, arzuları nədir? İstəklər burada nə hədəfə yetişirlər? Bu istəkdir. İstək və enerji, güclərin, güclərin birləşdirmişsə, əgər sivil və ordu istəklərin və düşüncələri birdir, istəklərin və enerjilərin də birləşdirmişsə, buna doluluq deyərlər. Bəs doluluq nədir? Budur ki, dedik, ordu ilə siyasi sivillərin arasındadır. Məsələn, İranı misal vursaq, rəhbər var, rəis cumhur var, vizarət difanın üzvləri var, orada bir difa var. Şurayı Aliyə, Əmniyyət-i Milli və Difa nəmnəmənə. Belə bir şey var. Bunların üzvlərinin çoxu siyasidirlər. Çoxu ordu üzvü deyil. İçində ordu üzvü də var, ittilaat da var, filan da var. Amma hamısı bu deyil. Amma bunların əgər hədəfləri bir olsa, düşüncələri bir olsa, istəkləri bir olsa, enerjilərini də birləşdirsələr, yəni güclərini də birləşdirsələr, indi güc nədir? Ordunun bir də insanları var, bir də silahı var, bir də təyyarası var, tankı var, topu var, saxtımanı var, yemağı var, min dana şeyi vardı ordunun. Və bu tərəfdən də sivilin nəyi var? Sivilin insanları, yəni sivil insanlar var, vətəndaşlar. Karxanalar var, fabrikalar var, nə bilim, danışqah var, müəllim var, mədrəsə var, sənaye var, radio var, televizyon var.
xəbər sistemləri var, ittilaat sistemləri var, brainwashing sistemləri var, təlim-tərbiyə sistemi var, dava-dərman sistemi var, ilac sistemi var, həstəxana sistemi var. Bunlar hamısı və laboratoriya. Bunların hamısı əgər bir hədəfə ulaşmaq üçün bir-biri ilə qoysalar bir-birinin üstünə nə olar? Buna doluq deyirlər. Becərikli lider halkını enerji ilə bəsləyəcək. Deyir ki, becərikli, dedik bizdə də becəri deyərlər, başarı da deyərik. Becərikli, yəni o adam ki, başarısı var, müvəffəqiyyət, amiz rəftar edir, becərilikli bir lider kumandan, fərmandeh, fərq eləməz bu lider orduda olsun ya sivil olsun, ona lider deyirlər. Orduda kumandan deyirlər. Halkını millətin türkçəsi eldir. Eli enerji ilə bəslər. Enerji güclə milləti bəslər. Bəsləmək nə demək? Məsələn, biz bir uşağı bəsləyirik, yəni onu yedirdirik, onu doyurduruq, onu gücləndiririk. Bəs bir cəmiyyəni enerji ilə. Enerji burada çox ruhsaldır. Ruhsal enerji ilə bunları bəslər. Başbaşkalarının doluluğu önündə kendi halkının enerjisini boşaltır. Burada bir şey yazılıbdı, ben bunu kamil baş tapmadım. Başkalarının, yani başka insanlarının, yani düşməni deyək də beləsi. Başkalarının başlılarının dolduğu önündə, onların qarşısında, ön müqabil qarşısında kendi halkının enerjisini boşaltır. Onların müqabilində o öz halkının enerjisini boşaldır. İndi burada bir anlaşılmaq var mənim üçün. Bunları sorularda deyəcəkdir. Orada daha çox anlaşarıq. Görürük ki, buradan başkalarının anlamı nə deməkdir? Bəlkə bu deməkdir ki, düşmənin o başda olanlarının karşısında bizim millətimizin enerjisini nə cür boşaltmaqdır? Məsələn, indi bunu misala mənim traktor kimi gəlir zehnimə. İran rejimi traktoru verdi sipah paslarına, bundan bizi boşaltmaq üçün bir sistem istifadə elədilər. Nədir? Bizi nə ilə boşaldacaqlar? Milli düşüncədən boşaldacaqlar. Yəni bizə milli düşüncə vermirlər. İran rejimi, mediası, radiosu, televizyonu, kitabı, müəllimi, mədrəsəsi, danışqahı, mühəqqiqi, bunlar bizə bunu vermirlər. Bizə nə verdilər? Bizi nə ilə doldurdular? Traktorla. Biz traktor eşqi ilə gedirik xiyabana. İndi bunlar nə edirlər? Bundan gəlirlər. O enerji ki bizim ziddimizə, bizim içimizdə farsların ziddinə dolubdur, onu çıxırıq orada qışqırırıq, gəlirik evimizə, yatırıq. Bu cürsü başqalarının qabağında bunun enerjisini boşaltmaq buna deyir. Ədalət və rəfah tüm halka ulaştığında devlet çalışmaları ulusal krizlere çözüm olabildiğinde görev o pozisyona layık olanlar atındığında planlama. Mən gərək bunu dostlar çox yavaş oxuram. Zayıf və güçlü noktaları görə bildiyində başarı kəsindir. Mən çox yavaş oxuram, özümə də zor olur. Bilirəm ki, qulaq asanlar da yorulurlar. Çünki belə kitab oxumazlar. Mən gərək bunu özüm oxuyam, bir-iki seri, sonra bu oxumaları canlı davam verəm. Çünki nəzərimə gəlir ki, çox yavaş oxuram, yorucu olur.
Onun üçün bu günləri qutaraq bunu, bu elə burada qutaraq və mən bunu bir neçə gün özüm oxuyayım. Bunu biraz hər şeyi mənə tazadır. Həm əlifbası tazadır, həm içindəki elm tazadır ki, oxuruq, həm də kəlmələr tazadır, həm də kitab bir məxsus çap olubdur, qədim dilindəndir. Mən onu biraz zorla düşünürəm, onun üçün yavaş oxuram.